Fərlanın tələbələri. Yəni, uşaqlar var da bugün də, gənclər. Sizə də rəqib olar gəlirlər də. Yəni, onların beyni sizdən daha da çox inkişaf edir. Yox, elə deyil əslində, deyəcəm. İki dənə, deyir, insanın dayanan nöqtəsi yoxdur. O ya qabağa gedir, ya dala gedir. İki növ şey var, progres var, regress var. Progres bizdə gəlib. İndi bizdən sonra əksi getməyə başlayıb. Bizdə niyə progres gəlib? Bizdən qabaqçı meyxana deyənlərə biz baxırdıq. Biz onlardan nə qədər şeyi götürdük, bu mozaikanı düzəltdik. Bizdən sonra gələnlər, hamı yox, bir 90%, 95% yamsılama işi ilə məşğuldur. Meyxana demir, o yamsılayır. Adamın yeni heç nəyi yoxdur. Mənim məsələn, özümə aid bir əl hərəkətim belə varsa, onda o da yoxdur. O, Pərviz Bülbülənin rəqs elədiyi kimi rəqs eləyir toyda. Nə bilim, Rəşad Dağlının əsəbləşərkən dirsəyini oynatması kimi dirsəyin oynatmaq, yəni adam ucu başlayıb reqres eləməyə, geri gedir. Amma sən demək istəyirsən ki, biz onlardan başqa sənət öyrənmişik, onlar bizdən təkrarlama öyrənir. Bax, necədir? Razısan bunu ilə? Mən dinləyirəm, tutaq ki, Pərviz Bülbülənin bir yanaşmasını dinləyirəm. Söz deyir bir dənə, görürəm ki, ay Allah, bu sözü nə qəşəng, nə gözəl yerə qoydu. Onu götürməyimdə bir qəbahət yoxdur. Bir də var ki, Pərviz Bülbülə rəqs eləyəndə, tutaq ki də, məsələn, sinir buradan əlindən atdı, məsələn, mən toyda elə rəqs eləyirəm. Bu, mənə anormal gəlir. Mən ümumiyyətlə... Eləyənlər varmı buna? Təbii ki, var. Çoxdur və bu, çox belə aşırı hal alır. Yəni, bir insana sənətkar olaraq oxşamaqla şəxs olaraq oxşamaq ayrı şeydir. Məsələn, adamlar var ki, özün bəlli bir insana oxşadır. O insanda, tutaq ki, 25 yaşında dünyadan köçüb. Sən 25 yaşına qədər onu təqlid elədin. Gəldin, özün 25 yaşına çatdın. 27 yaşında sən avara qalacaqsan ortada. Çünki o adam 25 yaşında dünyadan köçübsə, sən bilmirsən o 27 yaşında nə edəcəkdir. Sən bilmirsən nə etməlisən. Sən avara qalacaqsan ortada. Pərviz, buyur. Deyirsən, düz deyir. Səni onda demək olar, bu günləri təqlid edənlər daha çoxdur. Nəinki sənətdə səninlə mübarizə aparanlar. Yəni, Pərviz kimi qız götürüm yanıma oynan sultanım olarsan, bir daha oynayayım sənə özüm bənzədir. Daha çoxdur, o Pərviz olmayacaq.